İblis əsərində obrazlardan və əsərin özündən tanış olaq. Deməli, obrazlar iblis və mələk, bunlar əsərdəki mifik obrazlardır. Daha sonra əsərdə var İxtiyar Şeyx obrazı. O ağsaqqal bir sövmənişindir. Sövmənişin belə deyək də tək ibadətlə, yalqız oturub ibadətlə məşğul olan adama deyirlər. Xavər İxtiyarın nəvəsidir. Arif pərşan saçlı, sadə geyimli bir gəncdir. Vasif könüllü bir türk zabitidir. Əslində isə Arifin kiçik qardaşdır. Əsərdə kiçik zabit obrazı var ki, o Vasifin arkadaşıdır, yəni dostudur. Rəna son dərəcə gözəl bir şəfqət həmşirəsi, yəni tibb bacısıdır. İbn Yəmin əsərdəki mənfi obrazlardan biridir və 45 yaşında qaraşın bir ərəb zabitidir. Yaralı zabit Rus ordusuna mənsub bir gəncdir. Əsərdə Teyf obrazı Rənanın məqtul babasının xəyalıdır. Rənanın burada atası vəfat edib və atasının ruhu əsərdə biz onu görürük, həmin Teyf odur. Elxan isə bir zabitdir. Eyni zamanda o bir qaçaq idi, əskəri qaçaq idi. Ondan başqa zabitlər, əskərlər, haydutlar var. Ümumiyyətlə ilk pərdə ilə tanış olaq. İlk pərdədə deyir ki, Bağdad civarında ağaclıq, mənzərəli bir güşə. Pərdə açıldıqda bilirik də bu hissə əvvəlcə onu qeyd edelim ki, remarka adlanan hissədir. Və bizə deyir ki, pərdə açıldıqda Arif bir tərəfdə taxta bir karyola üzərində əlinə təkə edərək uzanıb düşüncəyə dalmış. Səhnə qaranlıq, ətrafda göy gürültüsü, şimşək çakışı, deməli trompet sədaları, top, tüfəng, bomba partlayışları, yəni ümumiyyətlə bir hərb, müharibə təsvir olunur. Qarşıda səhnənin nihayətində iki böyük göz, yəni pəncərə, atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edilir. Deməli, əsər necə başlayır? Müharibənin təsvir olunması ilə. Birkaç zabit əldə durub müharibə komandasına məşğul. Gözlərin birində iblis, digərində mələk görünür və gürültüdən sonra sükut. Bunu da qeyd edelim ki, iblis əsərində real döyüş səhnələri yoxdur. Əsər ümumilikdə yadımızda qalsın ki, iblisin monoloqu ilə başlayır, elə iblisin monoloqu ilə də bitəcək və dedik ki, hadisələr Bağdadda, yəni İraqda baş verir. Əsərdə müharibənin ümumi təsviri var, amma dediyimiz kimi real döyüş səhnələri yoxdur. Baxaq iblisin monoloqu ilə. Dedik ki, əsər iblisin monoloqu ilə başlayacaq. İblis deyir ki, dəryalara hökm etmədə tufan. Bunu deyəndə məmnun bir qəhqəhə çəkir. Səhraları sarsıtmada vulkan. Sellər kimi akmaqda qızılqan, canlar yakar, evlər yıxar, insan. Deməli, iblis fikirləşir ki, insan, canlar deməli, yaxar və evlər yıxar. İblis fikirləşir ki, insan belə bir bəd niyyətli belə deyək də varlıqdır. Bunu deyir və qəhqəhə çəkir. Daha sonra mələyin fikri var. Mələk deyir ki, ya Rəbb, mələk Allaha müraciət edir. Bu nə dəhşət, nə fəlakət. Ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Yox kimsədə insaf-ı mürvət, iblisə uymuş bəşəriyyət. Baxın, bunu deyən mələkdir. Burada isə iblisin müstəssi və sürəkli bir qəhqəhlərlə bərabər yer göy gurulduyur, top, mitralyoz sədaları başlayır və sonra yenə sükut, yəni o müharibənin təsvirlərini verir bizə yazıcı. İblis yenidən çılğın qəhqəhlərlə deyir ki, toplar veriyor aləmə dəhşət, dəhşət, qopuyor sanki qiyamət, həmin o müharibəyə görə deyir. Yağmur kimi göydən yağır atəş, atəş qaralar, dalğalar, atəş. Yəni deyir ki, həm qaralar, yəni yer, quru mənasında, həm də dalğalar. Hər yer atəşdir, dəniz, yer, göy. Müharibədən belə deyək də bir növ xoşbəxt olur. Mələk isə deyir ki, ya Rəbb, azacıq lütfi inayət. Qəhr olmadı artıq bəşəriyyət. Yəni deyir ki, Allahdan kömək istəyir ki, artıq bəşəriyyət məhv olmağa doğru gedir. Başdan başa həb yeryüzü vəhşət, iblislə həmrəngi siyasət. Yəni deyir ki, artıq bəşəriyyət də iblislə həmrəng olub. Gözlər qapanır artıq və səhnə aydınlaşır. Burada səhnədə biz Arifi görürük. Arif elə ki, yuxudan oyanırmış kimi alnını gözlərini ovuşdurur və yerdən qalxır, göyə doğru müraciət edir. Burada Arif Tanrıya müraciət edir. Dünyaları yoxdan yaratan ey ulu Tanrı, ey xaliqi hikmət, Tanrıya deyir xaliqi hikmət. Ey varlığı yox, yoxluğu vardan daha dilbər. Ruhum səni izlər. Bunu Tanrıya müraciətlə deyir Arif. Lütf et o gözəl çöhrəni bir an bana göstər. Allahı görmək istəyir. Könlüm səni özlər.
Uydum da peyğəmbərlərə, qanunə, kitabə, duydum yenə qəsvət. Yəni deyir ki, peyğəmbərə, qanunə, kitabə meyl elədimsə, yenə kədərləndim, yenə qəsvət duydum. Başdan başa həb, qəhrü, qəzəb, tövbə, inabə. Həb, zəfə əlamət. Hər fəlsəfə, bir vəlvələ, həb, tatlı xəyalət. Yox, deməli, rəhbəri vicdan. Sənsiz doğmaz qəlbimə, vicdanıma heyhat, bir şölə-i irfan. Yəni Allah istəyir. Deyir ki, sənsiz mənim qəlbimə o işıq doğmayacaq. Və Allaha deyir ki, en, gəl bana, yaxud bəni yüksəklərə qaldır. Ya deyir ki, sən özün yerlərə gəl, ya da məni öz yanına apar, gəzdir qonağında. Yerlərdə süründüm, yetişir, göylərə qaldır, dindir qucağında. Qaldır bəni, bir seyr edəyim, xoşmu, gözəlmi? Cənnətdə mələklər. Yəni Arif burada Allahın yanına getmək istəyir. Ya deyir ki, sən yerə en, ya da məni göylərə qaldır. Mən görüm ki, sənin qonağın necədir, cənnətdə mələklər necədir. Qaldır bəni, ta görəyim insandakı, daha doğrusu görməyəyim insandakı zülmü. Bax, yer üzü inlər. Yəni deyir ki, məni göylərə qaldır ki, mən yerdəki o insandakı zülmü görməyim. Çünki bax, yer üzü indiyir deyir. Müharibə var idi axı. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nihayət? Yəni Allaha müraciət edir ki, deyir bu cinayətlər, bu xəyanətlər, bu səfalətlər, yəni bu rəzilliklər bir son tapmayacaqmı? İnsanları xəlq etmədə var, bəlkə də hikmət, iblisə nə hacət? Yəni deyir ki, bəlkə də insanları bu dünyaya gətirməkdə bir hikmət var. Amma deyir ki, bəs iblisə nə hacət var? İblisə nə ehtiyac var? Yorğun və düşüncəli bir halda iskəmləyə oturar, dərhal səhnənin işığı azalar, bu isə artıq remarkadır, yəni iblisin nitqi deyil. İblis sürəkli və istehsalı qəhqəhlərlə yerdən alevlər içindən çıxar. Yıldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəş rəng, sima və əlbisələri parıldayar və durar. Bu Arifin belə deyək də monoloqundan, Allaha müraciətindən iblisin xoşu gəlmir. İblis ona əsəbləşir və deyir ki, Arif, bana bax, sən də mi evhamə qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Dahilər, ulu əzm, nəbilər, belə bəndən. Heç vəclə təxlisi qirban edəməzkən. Daim bəni təhqir edərək əyləniyorsun, bunu Arifə deyir. Həp söyləniyorsun. Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. Yəni deyir ki, sən də bir gün Arifə deyir ki, iblisin əlində oyuncaq olacaqsan və həqiqətən də iblis Arifə öz əlində oyuncaq eləməyə bacaracaq. İblis, o böyük qüdrət, o ateşli müəmma, iblis özünü böyük qüdrət və ateşli müəmma adlandırır. Bir gün səni kəndinə eylər, kölə, amma heyhat olamaz dərdinə bir kimsədən imdad, imdadə qoşar, qoşsa fəqət ahlə fəryad. Yəni deyir ki, bir gün mən səni özümə kölə eləyəcəm, amma sən məni kölə olanda sənin dərdinə, imdadına kimsə gələ bilməyəcək. Sən deyir, imdadına qoşsa, ahla fəryad qoşacaq. Və çünki o iblisin, daha doğrusu iblis Arifin bu danışığından qəzəblənmişdi ki, sən niyə məni günahlandırırsan mənasında. Çünki iblis deyirdi ki, bəşəriyyətdəki bütün problemlərin kökü insandadır. Amma insan, yəni Arif deyirdi ki, iblisdədir. Ridasının ətəklərini Arifin yüzünə sürər, laubali qəhqəhələrlə çəkilib gedər və səhnə yenidən aydınlaşır. Arif isə şaşqın, sinirli bir təvrlə saçlarını qarışdırır, içəri girməkdə olan ixtiyara həyəcanlı bir müstərib və deyir ki, gəl bana, gəl eylə bənim dərdimə çarə. Bunu ixtiyara deyir. İxtiyar isə deyir ki, oğlum, mədəni aləmi nifrətlə buraxdın. Gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı haqsızlığı, zülmü unut artıq. İxtiyar bunu Arifə deyir ki, artıq insandakı haqsızlığı, zülmü unut. Qəlbindəki nifrətləri, vəhşətləri yığ. 100, 1000 deyil iblisə uyan, həp bəşəriyyət. Deməli, ixtiyar deyir ki, ixtiyar şeyx, artıq 100 deyil, 1000 deyil. Deyir, bəşəriyyət həmişə iblisə uyub. Etmiş bugün ev yığmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə. Sən kəndini məhv eləyəcəksin bu gedişlə. Deməli, ixtiyar fikirləşir ki, Arif bu gedişlə özünü məhv eləyəcək. Bu sırada dəhşətli göy gürültüsü başlayar. Gürültü ilə bərabər iblisin qəhqəhələri də eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülübədən çıxar. Arif əli alnında gürültülü və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin işığı da azalır. Arif fəsini qoyaraq
və təəccüblü bir şəkildə deyir ki, kimsin, nəçisin, söylə nədir fikri məramın, nereden geliyorsun, neymiş şöhrətü namın. Çünki iblis onun gözünə görünmüşdü. İblis də qürurlu bir qəhqəhələrlə deyir ki, ben şimdi bir ateş, fəqət əvvəlcə mələkdim. İblis sözü haqqında məlumat verir. Deyir, mən indi ateşim, amma əzəldən mən mələk olmuşam. Həb xaliqə, yəni Allaha təsbih idi, təhlil idi verdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Yəni deyir ki, mən əvvəlcə Allaha təsbih eləyirdim. Yəni Allahla bir idim də, belə deyək. Və deyir ki, ilk öncə mələklər məni müqəddəs bilirdilər, təqdis eləyirdilər. Adəm gibi bir sayğısız axır ləkə vurdu. Amma deyir ki, adam, yəni bir bəşər, bir bəşəri övlad adamı bu arada iblis hörmətsiz adlandırır. Deyir ki, mənə ləkə vurdu. Amma deyir ki, buna baxmayaraq alçalmadı, yüksəldi fəqət şöhrətü şanım Allah ilə bir zikir edilir, namı nişanım. Bunlar testdə düşür. Bu markerlərin hissələrə diqqətlə baxın. Yəni deyir ki, mənə Adəm kimi bir sayğısız, hörmətsiz mənə ləkə vursa da, buna baxmayaraq mənim şöhrətim, namım alçalmadı, əksinə yüksəldi. Çünki indi mən hal-hazırda bunu iblis deyir. Allahla bir zikr edilir, namı nişanım. Yəni deyir ki, indi mənim adım Allahla bir çəkilir. Ona görə də mən deyir alçalmamışam, yüksəlmişəm. Arif isə deyir ki, artıq yetişir, anladım. İzaha nə hacətdir? Artıq mən səni anlamışam, izaha ehtiyac yoxdur. Qarşımdakı iblis imiş. Eyvah, nə dəhşət. İblisi gördüyünə görə dəhşətə gəlir. Həb qəhr oluyorkən şu cihan xain əlinlə, bilməm nəyə gəldin, bana söylə. Yəni deyir ki, sənin əlinlə bu dünya həmişə qəhr olur. Bəs niyə gəlmirsən? Niyə gəlmisənsə deyir, mənə de. İblis də deyir ki, baxdım, əziyor, ruhun həb, qeydi əsarət. Gəldim edəyim ta səni hürriyyətə dəvət. Baxın, testdə düşür bu. İblis deyir ki, Arifə, mən səni hürriyyətə dəvət eləmək üçün, yəni azadlığa dəvət eləmək üçün gəlmişəm. Baxdım səni məhv etmədə bin türlü xəyalət, yəni deyir ki, min türlü bir xəyalət, xəyal aləmi səni məhv eləyir. Gəldim vereyim qəlbinə bir nuri həqiqət. Deməli, Arif deyir ki, mən niyə gəlmişəm? Bir deyir ki, səni hürriyyətə dəvət eləməyə gəlmişəm. Yəni azadlığa. Bu arada bunlar testdə düşən məqamlardır. Deməli, deyir ki, bir səni hürriyyətə dəvət eləməyə gəlmişəm. Bu birinci səbəb idi. İki isə deyir ki, gəlmişəm sənin qəlbinə nuri həqiqət verəm. Bunları testdə görəcəksiniz. Ona görə mütləq qeyd dəftərinizə qeyd edin. Arif isə deyir ki, haydi çəkil, işte açıq yol və fəslini bir tərəfə atıb əsəbi halla keçirir. Səhnə aydınlaşır. Daha sonra xavər gəlir, həyəcanlı və təlaşla deyir, söylə Arif, amma nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Arif isə deyir ki, sorma, heç sorma, Nazənin xavər, bəni məhv etdi, istirabı, kədər. Yəni deyir ki, xavəri Nazənin, Nazlı xavər adlanır və deyir ki, bu istirab, bu kədər məni məhv eləyir və xavəri qolları arasına alır. Deyir ki, evet, sən də olmasan heyhat, bəni bir gün boğar şu qanlı həyatı. Yəni xavəri deyir ki, sən də bir gün olmasan bu həyat məni məhv eləyər və deyir ki, ah o gözlər bilir misin nə diyor? Xavər də deyir ki, söylə nə deyir? Arif də deyir ki, ruhu cəzb ediyor, söylüyor əski xatiratı bana. Burada o Arif Rənanı xatırlayır. O Rənanı sevirdi. Artıq burada da sevir. Sanki qarşımdadır gözəl Rəna. Rəna da dedi ki, bir türk qız və tibb bacısıdır. Deməli, bu sırada ixtiyarla bərabər İbn Yəmin mənfi obrazı idi, bir zabit idi. Ərəb zabiti idi. Rəna, zənci çavuş və bir əskər əlində ufaq bir çanta ilə daxil olurlar. Arif diqqət və heyrətlə ətrafa, ah, o Rəna, Nazənin Nafət, Rənanı görən kimi tanıyır. Xavər isə deyir, yenə bir şey mi oldu Arif? Arif deyir, evet. Rənaya yaxınlaşır və deyir ki, söylə, Rəna, söylə, Rəna mı isminiz? Rəna da Arifin əlini sıxır və heyrətlənir, sevinclənir, deyir Arif. Yəni Arif də Rəna da bir-birlərini görən kimi tanıyırlar. İbn Yəmin isə Arifi süzür. Arifdən ümumiyyətlə xoşuna gəlmir Arif. Çünki İbn Yəmin də Rənanı sevirdi. Və deyir ki, bizə əngəl olmasın şu hərif. Təbii ki, Arifin özünə demir.
Arif isə deyir ki, bu gəliş əfədərsiniz nərdən? İbn Yəmin məğrur, qürurlu şəkildə deyir ki, səhnə-i hərbdən, yəni deyir, hərb səhnəsindən gəlirik biz, mücadilədən, yəni müharibədən gəlirik. Yəni İbn Yəmin müharibədən gəlməsinə fəxr eləyirdi. Arif isə acı bir təbəssümlə deyir ki, baxın bu testdə düşən məqamdır. Bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Yəni ümumiyyətlə bu vəhşilik, bu belə deyək də bir-birini qırmaq, öldürmək insana məxsus xüsusiyyət olmamalıdır əslində. Bu vəhşilikdir, bu caniyə məxsusdur, bu vəhşi heyvanlara məxsus olan bir xüsusiyyətdir. Burada İbn Yəmin müharibədən gəldiyi üçün, o mücadilədən, hərbdən gəldiyi üçün özünə fəxr eləyir. Deyir ki, biz məğrur şəkildə deyir ki, biz səhnə-i hərbdən, mücadilədən gəlirik. Amma Arif təəssüflənir, acı bir təəssüflə deyir ki, acı bir təbəssümlə daha doğrusu, əgər öldürüb ölmək bir fəzilət, bir şərəfdirsə, canavar bizdən əşrəf olsa, yəni şərəfli olsa gərək. Canavar axı vəhşi heyvandır, canavar insandan fiziki cəhətdən qat-qat güclüdür və daha çox öldürüb ölmək xüsusiyyətinə malikdir. İxtiyar isə, yəni deməli bu 3 nöqtə onu bildirir ki, yəni bu arada müəyyən dialoqlar gedib, amma bizə ixtisardan verilib. Yəni Xavərin babası, atası yox, babası. Burada baba deyəndə əslində atan nəzərdə tutur. Türkiyə türkçəsində istifadə olunub əsərdə. İxtiyar Xavərin babası idi və Arifin qolundan tutaraq deyir ki, Arif, oğlum, burax münaqişəyi, yəni deyir, bəs mübahisə eləmə, gəl işin var səndən. İbn Yəmin, yenə burada müəyyən ixtisarlar var. İbn Yəmin çöldə pəncərə önündə Çavuşa deyir ki, pək düşündün, nə var? Yəni deyir, sən xeyli düşündün, nə olub, nədir məsələ? Çavuş isə deyir ki, bəyim, hər şey bir bəla işdə gördüyün Arif, yəni Çavuş Arifi bir bəla adlandırır. Çünki Rənaya pək yaxın şu hərif. Daha müthiş bir bəla bizim əskər, müthiş yəni pis, vahiməli, qorxunc. Yəni deyir ki, Arif bir bəladır, amma ondan da pis, qorxunc deməli bəla isə bizim əskərdir. Çünki qorxarım cümləsi faşelər yəni bəyan eləyər, açığa çıxardar. Yəni deyir ki, cümlə isə bütün deməkdir. Deyir, qorxuram ki, o bizim bütün sirrimizi açığa çıxardar mənasında. Çünki deyir, bizi görmüş Rənanın babasını qətl eləyən zaman. Burada Rənanın atası öldürülüb. Bunu öldürən də İbn Yəmindən onun çavuşudur. Yəni qatil İbn Yəmindir də qısası. Amma İbn Yəmin Rənaya yalandan söz verib ki, mən sənin atanın qatilini tapacağam. Rənanın da belə bir əhdi var idi ki, kim onun atasının qatilini tapsaydı ondan evlənəcəkdi. Və İbn Yəmin də Rənanı sevir. Yəqin ki, bu hissə aydındır. Çavuş da deyir ki, düzdür, Arif bir bəladır, amma ondan da daha qorxunc bəla varsa, o da bizim əskərdir. Çünki deyir, o bizim birdən sirrimizi bəyan eləyər. Çünki o bizim Rənanın atasını öldürəndə bizi görüb. Arif sağ tərəfdən daxil olur və onu dinlər. İbn Yəmin isə deyir ki, başını oynataraq və istehzalı şəkildə, bir böyük ordu, bir yığın insan mənim uğrumda oldu həb qurban. Keyfə sərf elədim də milyonlar, yenə dövlətcə etibarım var. Yəni deyir ki, o müharibədən gəlmişdi axı, deyir, bir böyük ordu, bir yığın insan mənim yolumda qurban olublar. Mən kef elədim, kefə milyonlarsa belə deyək də xərclədim. Amma yenə etibarım mənim çoxdur. Mən kimim deyir, bir ərəb, nə zənn etdin? Bir çocuqdan mı qorxar İbn Yəmin? Yəni deyir ki, mən o boyda ərəb zabitiyəm, bir uşaqdan qorxmayacağam. Və işıq azalır, ağsaqqalı möhtəşəm simalı bir Miraya xəyalı, Miralay xəyalı daha doğrusu görünür. Bu Rənanın atasının xəyalı idi. Rəna o xəyalı görür və deyir, ah babam, babam deyəndə atasını nəzərdə tutur, qeyd edeyim ki. Anlı şanlı babam, intiqam almadan inam yaşamam. Rəna da intiqam peşində idi. Atasının intiqamını belə deyək də alacaqdı. Və atasının xəyalı deyir ki, İntiqam, yəni atası da öz intiqamını almağını istəyirdi. Arif isə deyir ki, aman bu nə hal? Rəna deyir ki, babamın kim bulursa qatilini, bax bu dediyim hissə, ona mən səcdə eylərim ələni, yəni deyir ki, atamın qatilini kim bulsa, mən ona açıq-aşkar səcdə eləyəcəm. Məni çöllərdə gəzdirən bu duyğu, intiqam eşqi, həb, bu, yalnız bu. Yəni deyir ki, məni çöllərə salan məhz bu intiqam eşqidir. Arif isə deyir ki, görünür, sizcə bəllidir qatil. Rənadan soruşur, amma Rəna deyir ki, xeyr. Deyir, mən bilmirəm o səfil kimdir və deyir ki, İbn Yəmin mənə deyib ki, inan mənə, deyir, bulurum nərdə olsa o qatili mən. Yəni o İbn Yəminə inanırdı. Arif isə deyir ki, Arif yuxarıda onların söhbətindən eşitməmişdi ki, yəni İbn Yəmin bunun deməli atasının qatilidir. Onu eşitməmişdi, o sonradan gəlir. Arif deyir ki, məncə bir hilədir, dinləməyin. Yəni deyir ki, ona inanmamaq məsləhət görür də bir növ.
Bu sırada Vasif öz dostu ilə, kiçik zabitlə silahsız olaraq yaralı bir Rus zabitini gətirirlər. Əslində Rus zabiti onların düşməni idi, amma yaralı idi deyə onu gətirmişlər və Arif Vasiflə kiçik zabitə deyir ki, əslində Ariflə Vasif qardaşdır, amma burada hələ bir-birlərindən xəbərləri yoxdur. Ah, nə münis, nə mərhəmətlisiz. Deyir ki, siz nə qədər vicdanlı, mərhəmətlisiniz mənasında. Nerede rast gəldiniz şu zabitə, siz niyə elə deyir? Çünki onların düşməni idi axı əslində Rus zabiti, amma yaralı idi deyə gətirmişdilər ona belə deyək də şəfqət göstərməyə. Vasif isə deyir ki, siz hardan bura Rus zabitinə rast gəldiniz? O da deyir ki, pək yaxınlarda, yol kənarında. Baxdıq əhvalı xeyli pəcmürdə, yəni əhvalı pərişan haldaydı. Və bunu deyən zabitdir. Bax, bu testdə Vasif adı ilə düşür. Xeyr, bu zabitdir. Deyir ki, bir əsir işdə düşmən olsa belə yenə lazım müavinət edilə. Yəni, bir əsir düşmən olsa da, o Rus zabiti əsiri idi, yaralı bir əsir idi. Deyir ki, gərək onu biz qoruyaq, müavinət eləyək. Küçük zabit isə deyir ki, yenidən Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və Qafqaza imdada gedərkən, yəni Türk ordusu İrana, Qafqaza köməyə gedirdi. Rus ordusu durmaz, çəkilirkən önümüzdən. Vasif, nə rəvadır ki, şu parlaq günümüzdən feyz almayaraq biz olalım qəflətə mail, satmaz, satamaz milləti, şəxsiyyətə aqil. Vasif isə, bu da testə düşür, nə deyir? Deyir ki, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət və dəfələrlə mədəniyyət deyən Vasif idi. Bu da testdə düşür. Ümumilikdə mən sizə birinci pərdəni bu belə deyək də nəzm formasındaydı. Nağıl eləyim ki, birinci pərdədə məsələ nədir, nədən söhbət gedir? Dedik ki, hadisələr avqust ayının ikinci yarısında baş verir. Hadisələr avqust ayının ikinci yarısında baş verdi və hansı şəhərdə baş verdi dedik? Bağdad şəhərində. Ölkə olaraq isə deyirik ki, İraqda baş verir. Və bundan əlavə müharibələrə nifrət eləyən, ondan qaçan bir Arif obrazı var ki, Arif İxtiyar Şeyxin qülbəsinə sığınıb və ətrafda müharibə dəhşətləri təsvir olunur. Əvvəldə də görürük, ya deyir ki, top, mitralyoz, partlayışları və s. Və qülbənin iki pəncərəsindən İblislə mələk görünür. İblis ətrafda baş verən dəhşəti, cinayətlərin səbəbinin insan olduğunu bildirir. Həm də buna sevinir. Mələk isə İblisi günahlandırır. Yəni İblis deyir ki, bu nə dəhşət, nə fəlakət varsa hamısının səbəbi insandır. Və bunu qəhqəhələrlə gülərək deyir. Amma mələk isə deyir ki, İblisdədir günah və fəlakətlərin kökünü insanların İblisə uymasında görür. Arif isə çaşqın bir vəziyyətdə Allaha xitab eləyir. Yer üzündə baş verən bütün ziddiyyətlərin səbəbini aydınlaşdırmaq istəyir. Arif əsərin əvvəlində bir kamillik axtaran obrazı idi və deyir ki, insanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət? Yəni deyir ki, insanları xəlq eləməyində bir hikmət var, amma İblisə ehtiyac yoxdur axı. Və bunu soruşmaqla Arif İblisi qəzəbləndirir və İblis deyir ki, Arif, mana bax, sən də mi övhamə qapıldın? Biçarə çocuq, sən də mi İblisə takıldın? Bunu deyən İblis Arifi bir gün deyir ki, səni özümə kölə eləyəcəm. Buna söz verir və çaşqın vəziyyətdə qalan Arif İxtiyar Şeyxdən burada kömək istəyir. İxtiyar Şeyx ona bildirir ki, qəlbindəki nifrəti, qəzəbi boğmalısan, vəhşilikləri unutmalısan. Amma Arif bunun mümkün olmayacağını fikirləşir. Daha sonra Arifin gözünə İblis görünür və ona həqiqəti anlatmağa gəldiyini bildirir. Yəni İblis deyir ki, mən səni bir hürriyyətə dəvət edirəm, bir də sənin qəlbinə nuri həqiqət verəcəm. Arif onu bir belə deyək də zülmət kimi özündən uzaqlaşdırmağa çalışır. İblis isə onun, yəni Arifin yanıldığını, bir atəş olduğunu, atəşsiz nurun olmadığını, yəni belə deyək də Zərdüştün fəlsəfəsinin də atəşə söykəndiyini söyləyir. Yəni İblis özünü belə deyək də təmizə çıxartmağa çalışır. Özünü isbat eləməyə çalışır Arifə. Arifə yaxınlaşan Xavər onu sakitləşdirmək istəyir. Arif isə Xavərin timsalında keçmiş xatirələrinə, yəni əslində Rənanı yada salır. Çünki dediyimiz kimi Arif Rənanı sevirdi. Və daha sonra nə baş verir? Rənanı yada saldığına işarə eləyir. Bu vaxtda İxtiyarla bərabər İbn Yəmin, Rəna, Zənci Çavuş, bir də bir əskər daxil olur. Ərəb zabiti olan İbn Yəmin əslində Rənanın atasının qatilidir dediyimiz kimi. Amma Rənanı aldadaraq özünü güya yara sarmağa aparır və inandırır ki, həm də Rəna dediyi tibb bacısıydı. Və inandırır ki, atasının qatilini tapacaq. Arif Rənanı görəndə heyrətlənir. Ariflə Rəna bir-birini tanıması İbn Yəmini narahat edir, xoşuna gəlmir. Çünki Ariflə Rəna görən kimi bir-birlərini tanıyırlar.
Arif İbn Yəmindən hardan gəldiyini soruşanda o hərbdən, müharibədən gəldiyini bildirir. Arif isə deyir ki, bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Bu fikrə İbn Yəmin etiraz edir və həyatın bir mübarizə olduğunu, yaşamaq üçün çarpışmağın vacibliyini İbn Yəmin deyir. Rəna İbn Yəminə Arifin İstanbullu olduğunu, müharibələr nəticəsində evlərinin yandığını, nəslini itirdiyini, qardaşı Vasifin qeyb olduğunu söylüyor. Bu bizim oxuduğumuz hissədə yoxdur. Orada mən sizə dedim, nöqtələr ixtisarı bildirir. Həmin o hissələrdir ki, mən ətraflı şəkildə sizə izah edirəm. Arif bir İstanbullu gənc idi, müharibə olmuşdu, evləri yanmışdı, ona görə də nəslini itirmişdi, qardaşı Vasifdən də ayrı düşmüşdü. Daha sonra Çavuş İbn Yəminə Arifin onlar üçün əngəl ola biləcəyini eşitdirir. Onlarla gələn əsgərin də Rənanın atasının qatilinin kim olduğunu bildiyi üçün sirrin açılmasından, bu təhlükədən qorxur. Onlar oradan uzaqlaşmalı olurlar. Ərəb zabiti, Çavuş filan bunları nəzərdə tuturam. Arif İbn Yəminlə Çavuşun söhbətini eşidir və Rənanı getməkdən çəkindirmək istəyir. Rəna isə atasının intiqamını almadan yaşamağın mümkünsüzlüyünü bildirir. İbn Yəmin ona kömək edəcəyini deyir. Rəna Arifin təkidinə baxmayaraq burada qalmır və İbn Yəmindən gedir. Bu zaman Rənanın ardınca gələn Vasif və dostu kiçik zabitdən Rus zabitin, yəni yaralı əsgəri gətirirlər, o əsir zabitə. İxtiyar Şeyx və Xavərdə yaralı zabitə yardım göstərir və Arif bu hadisədən məmnun qalaraq deyir ki, həb şu xislətdə olsa cinsi bəşər heç görülməzdi bunca vəhşətlər. Yəni insanlar həmişə yaxşı niyyətdə olsaydı bu qədər vəhşiliklər görünməzdi, deyir Arif. Kiçik zabit Vasiflə söhbət zamanı Türk ordusunun qarşısında Rus ordusunun geri çəkildiyini məqamında, belə deyək də, milləti şəxsiyyətə satmaq olmaz deyərkən Vasif Türk dünyasının qılıncdan da vacib doğru siyasət və mədəniyyətin köməkləyəcəyini bildirir. Yəni kiçik zabit deyir ki, Rus ordusu Türk ordusunun qabağından geri çəkilib və milləti şəxsiyyətə satmaq olmaz. Amma Vasif deyir ki, qılıncdan da daha kəskin olan, o son birinci pərdən sonunda deyir, doğru siyasət və 3 dəfə deyir mədəniyyət. Yəni deyir ki, qılıncdan daha kəskin bir mədəniyyət, bir də deyir doğru siyasətdir. Aha. Və daha sonra Vasif kiçik zabitlə Rənanı xain İbn Yəmindən xilas eləmək üçün onların getdiyi tərəfə yollanır. İblis yenə də Arifin gözünə görünür və onu Rənaya çatmağa çağırır. Yəni Arif Rənaya çatsın, getsin çatsın ona. Arif həm öz istəyi, həm də İblisin təkidi ilə Rənanın ardınca gedir. Bu birinci pərdən sonudur. İndi isə ikinci pərdə ilə tanış olaq.